Əgər bu videoya baxırsansa, demək bayram artıq bitib. Onu deyim ki, istəyən özünə bir şam seçə bilər. Yadınızdadır, uşaq vaxtı çərşənbə axşamları hamı bir süfrəyə yığışardı, hərəmizin də adına bir şam yandırardılar. O vaxtdan qalan qəribə, biraz da qorxulu xatirə var hamımızın ağlında. Gözümüzü zilləyirdik o şamlara, ürəyimiz əsə-əsə də gözləyirdik ki, görəsən kimin şamı tez sönəcək. Çünki belə bir inanc var idi. Kimin şamı tez sönsə, o birinci öləcək. Vallahi gülməlidir. İndi düşünəndə adamın ürəyi sıxılır. Axı, niyə biz o boyda gözəlliyi ölümə bağlamışıq? Niyə o şamı mənfi enerji ilə yandırıb işığın içində qaranlıq axtarmışıq? Öz canımızdan olan doğmalarımıza isə öz əlimizlə, öz fikrimizlə sanki ölüm növbəsi qoymuşuq. Bu bayram süfrəsində ölüm yarışı keçirməyə bənzəyib sanki. Axı şamın tez sönməsi onun zəifliyi deyil, bəlkə elə gücüdür. Hansımızın şamı tez sönür sönsün, tək ruhumuz sönməsin. Bu ilin axırıncı bayram şamlarını şamı tez və ya gec sönən hər kəs üçün yandırdım. Alovu böyük olsun, ömrü uzun. Harda qaranlıq görsə yol tapsın. Harda ümidi sönsə onu yenidən yandırsın. Hər kəsin evinə istilik, üzünə işıq gətirsin. Yorulanlara isə güc, içindəki işığı itirənlərə yenidən alov versin. Kim bilir, bəlkə ilk sönən şam elə bizim şam olacaq. İşığımız həmişə yansın. Bayramımız mübarək.